cənab prezident, sizi alladırlar. Kanalımıza müraciət edən Bayır şəhər sakinləri bildirirlər ki, onlar ərazidə qeyd olunan söküntü işləri ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbeyliyə müraciət ediblər. Müraciətlərində sakinlər Bayır şəhərdəki tarixi binaların qorunub saxlanmasının vacib olduğunu, lakin əksini söküntü işlərinin aparıldığını vurğulayıblar. Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər bölməsindən vətəndaşlara verilən cavabda söküntünün dayandırılmasının mümkün olduğu bildirilsə də, sakinlərin sözlərinə görə işlər dayandırılmır. Əksinə, söküntü işləri gecə saatlarında Nazirlər Kabinetinin qərarını pozaraq davam etdirilir. Vətəndaşlar bildirirlər ki, ev sahibləri evdə olmadığı zaman onların evləri də sökülür. Digər sakinləri isə evdən çıxmağa məcbur etmək üçün işıq, su və qazı kəsirlər. Sakinlər kanalımız vasitəsilə aidiyyəti qurumlara, xüsusilə də ölkə başçısı cənab prezident İlham Əliyevə müraciət edərək onlara köməklik göstərilməsini xahiş edirlər. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş nazir Əli Əsədov cənabları, Şəhər Salma və Arxitektura Komitəsinin rəhbəri Anar Quliyev cənablarına, Maliyyə Nazirinə, Dövlət Turizm Agentliyinin rəhbərliyinə, Mədəni İrsin Xidmət Rəisinə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova, Yasamal Rayon Polis İdarəsinin rəisi Mir Nemət Mirbabayevə, 26-cı Polis İdarəsinin rəisinə, Yasamal Rayon Prokuroru Elman Süleymanov cənablarına, Mirzə Fətəli 4 ünvanında özünü komissiya rəhbəri adlandıran Bakı Şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin rəisi Zülfəli İsmailova buradan səslənib bildirirəm ki, Bayır şəhər Azərbaycan tarixinin, milli irsimizin incilərindən olan bir səlnamədir. Cənab prezident, bir mənalı bəyan edirəm ki, sizə düzgün məruzə edilməmiş Bayır şəhəri məhv etməklə məşğuldurlar. Gözə görünməz qüvvələr sizə düzgün məruzə etmirlər. Bizim çox sayılı müraciətlərimiz hətta kommunal təsərrüfat idarələrinə göndərilir aidiyyət qurumlar tərəfindən. Bu isə faciədir. Bizim ulu öndərimiz bildirmişdir ki, cinayətkarlar cəzasız qalanda, günahsızlar cəza alanda dövlət sarsılar. Artıq Bayır şəhəri, mədəni irsimizi məhv edənlər cinayət törədiblər və cəzasızdırlar. Bu isə dövlətin sarsılmasına çıxara bilər. Bir mənalı bildirirəm ki, bəzi gözə görünməz qüvvələr xalqla dövlət başçısı arasında uçurum yaratmaqla müxalifət hazırlamağa cəhd göstərirlər. Amma biz buna getməyəcəyik. Çünki qeyrətli, xalqını sevən, mənliyi olan məmurlarımız da var. Və biz sivil yolla mübarizəni davam etdirərək ölkə başçısına olan hadisələri çatdırmaqda israrlıyıq. Biz 2 dekabr 25-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən ərzəmizə çox gözəl bir cavab almışıq. Cavabda göstərilir, Yasamal rayonunun bəzi ərazilərində aparılan söküntü işlərinin dayandırılması haqqında. Deməli, bu bizə göndərilən məktubdur. Biz çox sayılı imzalarla Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbeyli cənablarına müraciət etmişdik Bayır şəhər barədə. Və bildirmişdik ki, yerin altından Amiyə tarix axtarır. Yerin üstündə olan canlı muzey, tarix məhv edilir işbazlar tərəfindən. Deməli, 6 noyabr 25-ci il tarixində Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu
rey hazırlamıştır. Reyde bildirir ki Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbib Bəyliyə, Cavadov Rüstəm Qafaroğlu və digərləri tərəfindən ünvanlanmış müraciət məktubu Ameyanın Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsində müzakirə edilmişdir. Məktubda qeyd edilən Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov küçələri və Çingiz Mustafayev küçəsi ilə Süleyman Tağzadə küçələri arasında yerləşən ərazidə çox sayda tarix və mədəniyyət abidələri ilə yanaşı, inventar nömrəsi olmayan, lakin görkəminə və möhkəmliyinə görə heç də qeydiyyata götürülən binalardan pis olmayan binalar var. Bu ərazi Cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanımın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə 1 mart 2019-cu ildə görüşlər təklifi ilə yaradılmakta olan Bakının tarixi mərkəzi rayonunun mədəniyyət və tarixini əks etdirən incilərdəndir. Eyni zamanda həmin ərazi Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakının baş planına, Bakı şəhəri 2040 zidd olan sökülməsi nəzərdə tutulmayan xüsusi mühafizə zonası olan ərazidir. Ameyanın Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsi Bakı şəhər Yasamal rayonu Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov küçələri və Çingiz Mustafayev küçəsi ilə Süleyman Tağzadə küçələrinin arasında yerləşən ərazinin xüsusi mühafizə zonası olduğunu nəzərə alaraq onun qorunub saxlanılmasını məqsədə müvafiq hesab edir. İnstitut Elm və İnnovasiyalar üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov imzalamışdır rəyi və Ameyanın prezidentinə tədbir görülməsi üçün göndərilmişdir. Bir də bizim deməli, mədəni irsin qorunması, İnkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyeva deməli 7-si 12-ci ay 25-ci il tarixində Oxu Az saytına müsahibə vermişdir. Müsahibənin əsas hissəsini göstərmişdir. İndi belə binaların əksəriyyəti qəzalı vəziyyətdə olduğundan onların bərpası kifayət qədər çətin bir məsələyə çevrilib. Burada ayrı-ayrı evlər yox, ümumiyyətlə struktur da qorunmalıdır. Çünki Bakının o dövrdə salındığı şəhər salma üslublarını əks etdirən şəhər salma strukturudur. Bu da saxlanmalıdır. Burada bəzi maraqlı küçələr var. Belə küçələrdə abidələrlə yanaşı abidə statusu daşımayan bəzi binalar da şəhər salma strukturunu saxlamaq məqsədi ilə qorunmalıdır. Bunu da bizim mədəni irsin reisi bildirmişdir. Odur ki, səslənirəm, Cənab Prezident, sizi anladırlar, artıq aidiyyatı qurumlar da Sovetski adı ilə məhv edilən tariximiz olan, İçəri şəhərin davamı olan Bayır şəhər kimi öz adı ilə çağıraraq öz rəylərini bildirirlər. Sizdən Bayır şəhər qoruyaq təşəbbüs qrupunun rəhbəri kimi xahiş edirəm. Milli Elmlər Akademiyasının rəyini çox xahiş edirik. Sakinlər adından öz münasibətinizi bildirərək dərhal mədəni irsimizin incilərindən olan açıq muzey olan Bayır şəhərin qorunması üçün tədbir görülməsinə göstəriş verərək bu qanunsuzluqları törədənlərin dərhal cinayət məsuliyyətinə cəlb olunması üçün göstəriş verəsiniz. Biz buna inanırıq.
Sonda kanal olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.